Süd vəzi xərçənginin müxtəlif tipləri vardır. Bunlara axacaq mənşəli, yəni axacaqlardan inkişaf edən süd vəzi xərçəngini xüsusilə qeyd etmək istərdim. Çünki süd vəzi xərçənginin bu forması təxminən 70-80% hallarda rast gəlinir. Lobulyar süd vəzi xərçəngi isə süd vəzinin paycıqlarından inkişaf edən bir növdür və bu da süd vəzi xərçənginin müəyyən faizini, təxminən 10-15%-ni təşkil edir. Digər formalar isə qarışıq formalar və digər musinoz və digər formalar da süd vəzi xərçənginin bizim az rast gəldiyimiz formalarıdır. Süd vəzi xərçənginin axacaq forması müalicəyə ən çox yatımlı olan formasıdır. Bundan əlavə qeyd etmək istərdim ki, süd vəzi xərçənginin infiltrativ ödemli forması vardır ki, bunu öz aqressiv gedişinə görə digərlərinə xüsusilə fərqlənir. Əgər süd vəziniz şişkindirsə, qızarıbsa, dərisi portağal qabığına bənzəyirsə, mütləq şəkildə həkimə müraciət edin. Çünki bir çox hallarda bunu süd vəzinin iltihabi xəstəlikləri ilə səhv salıb uzun müddət iltihab əleyhinə xəstələr müalicə alır və bu da xəstənin qiymətli vaxtını alır. Nəticədə də xəstəlik daha da irəliləmiş olur. Buna görə də süd vəzinizdə hər hansı bir əlamət varsa, fərqlilik müşahidə edirsinizsə, vaxtında həkimə müraciət etməyi unutmayın.